Salam, xoş gördük dəyərli Söz TV izləyiciləri. Bu son vaxtlarda istədim ki, baxış bucağında tam olaraq Türkiyədə baş verən seçkilərlə bağlı hamımıza da məlumdur ki, 14 may Türkiyədə keçirilən seçkilərdə 49,5% səs toplayan Erdoğan, Azərbaycanın sevimlisi, Azərbaycanda bugün uşaqdan böyüyə, yaşından asılı olmayaraq hər bir şəxsin Rəcəb Tayyip Erdoğana olan sevgisi onun Türkiyədəki seçkilərdə məsələ birinci turda qalib gəlməsini istəyirdilər. Ancaq əfsuslar olsun ki, birinci turda bu da çox gözəl, önəmli bir göstərici oldu ki, Ali Məclisin, yəni millət vəkilinin tam olaraq 322 nəfərini, yəni millət vəkili ilə birbaşa özünün önə çıxmasında, istərsə də 49,5% səs çoxluğu ilə özünü artıq Türkiyə vətəndaşları arasında da öz sevgisi büruzə verildi. Prezident seçkilərinin Türkiyədəki ikinci turunda Erdoğan-Kılıçdaroğlu yarışmasında iki önəmli faktor həddlədici ola bilər. Birinci, Sinan Oğanın kimin dəstəkləməsi idi ki, seçimini Erdoğandan yana etdi və bu Oğanın qazandığı 5,2% səsinin həcminin arxasında aparacağı demək olmasa da nəticəyə təsir edəcək. Amma əslində mən belə bizim baxış bucağından baxanda Türkiyədəki seçimləri belə gördük ki, həqiqətən də Türkiyədəki seçimlərin birbaşa, yəni Erdoğanın üstünlüyü ilə getməsi Türkiyə mətbuatında anba-an birinci seçki turunun verilməsində mən hər birini addım-addım izlədim və ikinci tura ilk öncə də demişdim ki, ikinci tura qala bilər. Çünki HDP'nin səs çoxluğu ilə Kılıçdaroğlu'nun bu seçimdə hansısa bir necə deyərlər, əslində belə baxanda, yəni səmimi əgər danışırıqsa, biz sizinlə səmimi olmaq istəyiriksə, həqiqətən də Türkiyədə HDP'nin səsini birbaşa Kemal Kılıçdaroğlu bir həftə seçkilərə 10 gün qalmış Demirtaşın həbsdən birbaşa azad edəcəyi və onun tərəfdarlarının birbaşa artıq Kılıçdaroğlu'na səs verməsi gözlənilən idi. Mən ona görə də həmin vaxtı Bay Kemal'ın, Kılıçdaroğlu'nun bu çıxışında belə başa düşdüm ki, ikinci tura getmə şansı var. Oğanın bu son gündə Erdoğan'ı dəstəkləməsi, AKP-ni dəstəkləməsi, səslərin 1%-ni belə Erdoğan'a getməsi qələbəni təmin etməyə imkan verir. Onu da mən sizinlə paylaşmaq istəyirəm ki, Ata İttifaqında yer almış Zəfər Partiyası Millət İttifaqının dəstəkləsə belə Kılıçdaroğlu'nun ala biləcəyi səslər bölünür. İkinci, ən önəmli seçki psixologiyasıdır. Hər tərəfdə parlament seçkilərini qazanan və 49,5% səslə önə keçən Erdoğan, digər tərəfdə HDP'nin səsi ilə qazana bilməyən, parlament seçkilərini də uduzan Kılıçdaroğlu var. Bu situasiya Erdoğan tərəfindən psixoloji üstünlük, Kılıçdaroğlu tərəfindən imansızlıq yaradır və bunun ikinci turda nəticəyə təsiri olacağı gözləntisi az deyil. Bizim baxış bucağından baxanda, yəni Erdoğan'ın qalib gəlməsi hər bir Azərbaycan vətəndaşının sevincinə səbəb olacaqdır. A variantı belə bir vəziyyət nəzərdə tutula bilər ki,
Uduzan Kılıçdaroğlu'na onsuz da qazanmayacağı düşüncəsi ilə seçkilərə getməyənlər olacaq. Yəni seçkilərdə Kılıçdaroğlu'na səs verən bir çox insanlar, yəni seçkiyə onsuz da uduzacaq deyib getməyənlər də ola bilər. Yəni birinci turda seçkidə HDP'nin səsini qazanan Kılıçdaroğlu'na səs verməyə də bilərlər. B variantı isə belədir ki, Kılıçdaroğlu'nun namizədliyinə əvvəldən qarşı çıxan CHP-çilər də daxil olmaqla altılı masa tərəfdarları arasında etiraz səslər Ərdoğana gedə bilər. Bu da əlbəttə ki, artıq bir çox hallarda mən az əvvəl də çıxışımda dedim ki, 1%, yəni 49-un üstünə 1% gələrsə, bu artıq AK Partiyə Rəcəb Tayyip Ərdoğanın seçilməsinə kifayət edir. Ancaq mən bütün bunları sadalamaqda məqsədim odur ki, mən 28 may seçkilərində Ərdoğanın daha çox səs qazanacağına inanıram. Ona görə də inanıram ki, bu seçkilərdə Türkiyə qazanacaq. Mən onu da demək istəyirəm ki, force major studiya baş verməsə, yəni biz loru dilində mən deyim ki, çox ədəbi dildə də istəmirəm danışmaq. Elə bizim öz dilimizdə desək, əgər faciə baş verməzsə, yəqin ki, Kılıçdaroğlu'nun çətin ki, yəni bu seçkidə səs yüksək dərəcədə toplaması mümkün olsun. Ona görə də ikinci turun qalibi Rəcəb Tayyip Ərdoğana mən uğurlar arzulayıram. Yəni bugün bizim baxış bucağından baxanda bu ikinci turda Ərdoğanın qazanacağına inanıram. Ona görə İnamla mən həmişə bizim seçkidə bir şüarım olub, inamla, ilhamla irəli demişəm. Bugün Türkiyənin seçimində, ey əziz Türk vətəndaşları, inamla, Ərdoğanla irəli. Sağ olun, sağlıqla qalın. Əyri əskik bir danışdımsa, yanlışımız oldusa bizi üzürlü sayın. Sadəcə mən öz fikirlərimi sizinlə bölüşmək istədim. Mən əminəm ki, sizinlə paylaşdığım bu fikirlər 28 mayda Rəcəb Tayyip Ərdoğanın prezident seçilməsi ilə bağlı o günü mən də sizinlə birlikdə qeyd edəcəyəm.